Diqqət! Sürücülər diqqətli olun. Avtomobiliniz rejimə düşən kimi və yaxud da avtomobilinizdə çəkim gücü azalan kimi qaçıb gedib bu detalı dəyişməyin. Və yaxud da zubor turbo dəyişməyin. Bunlara ehtiyac yoxdur. Buna dəqiq diaqnoz qoymaq lazımdır. 99% hallarda avtomobildə çəkim gücünün azalması və yaxud da rejimə düşməsi, əgər tüstü və yaxud yağ itkisi yoxdursa, məhz turbo sensoru, yəni turbo datçikin problemidir. Bunu dəyişmək lazımdır. Siz isə nə edirsiniz? Gedirsiniz savadsız ustaların yanına. Onlar sizin üçün birinci bunu dəyişirlər. Ondan sonra olmadı deyib zubor dəyişirlər və nəticə əldə edə bilmirsiniz. Axırda da gəlib yenidən əsas problem olan, yəni turbo datçiki dəyişirsiniz. Bunun üçün mütəxəssislərə yaxınlaşın, mütəxəssisdən məsləhət alın. Nəzərinizə çatdırıram ki, bizdə bütün avtomobillərə, eləcə də ağır texnikalara, turbo və turbo kartrijlərinin satışı və zəmanətli təmiri xidməti mövcuddur. Sizin də avtomobilinizdə fit səsinin verməsi, çəkim gücünün azalması, yağ itkisi, göy və ağ tüstülərə müşahidə olunması kimi problemlər varsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Nəzərinizə çatdırıram ki, bizdə kampaniya davam edir, köhnə turbonu gətir, əvəzinə isə bu cür zubor turbo apar və yalnız kartrijin pulunu ödə. Bu kampaniyamızdan da yararlana bilərsiniz. Əlaqə üçün aşağıda nömrələr qeyd etmişəm. Zəhmət olmasa videonu bəyənib, turbolu avtomobil sürən dostlarınızla paylaşın. Təşəkkür edirəm.